Son zamanlar dabaq xəstəliyi yayılıb. Sosial şəbəkədə əməlli başlı müzakirə olunur bu. Ət və ət məhsulları necə seçək, necə düzgün istifadə eləyək? Baxın, dabaq viral bir, yəni virus infeksiyası. Dabaq biz bildiyimiz o qara yara xəstəliyi, odur doktor. Dabaq heyvanlarda yaranan fərqli formasıdır, yox. Dabaq xəstəliyi ayrıdır. Dabaq xəstəliyi necə yaranır? Ya birbaşa heyvanla təmasla, ya da ki, onun məhsullarından istifadə etməklə. Burada ət məhsulları və süd məhsullarıdır. Bizim dabaq xəstəliyinə daha çox yoluxma ehtimalımız süd və süd məhsullarındandır. Çünki onları biz düzgün qaynatmaya bilərik, düzgün istifadə etməyə bilərik. Amma ət məhsulundan keçə bilərmi? Keçə bilər. Bizim sürəkli şəkildə düzgün istifadə olmayan fast food yerlərindən keçə bilər. Bir də əgər dabaq xəstəliyinə yoluxmuş əti bilməyərəkdən almışıqsa və onu təmizləyərkən gigiyenik qaydalara riayət etməsək keçə bilər. Amma biz onu təmizlədik, gigiyenik qaydalara riayət etdik. Qaynatdıqsa qorxmayın. Yəni qaynadanda artıq olaraq 70 dərəcəni keçir əksər qidalanmamızda yeməyi bişirməyimiz. 70 dərəcəni keçdikdə dabaq virusu tam məhv olur. onsuz da bizim valideynlər əti qaynadan 1-2 saat qaynadırlar. Normal bir şeydir. Amma dediniz süd məhsulları qaynamasa, məsələn şordur, pendirdir, nə bilim, tvaroqdur belə. Belə bu mərhələdə mən məsləhət görürəm pasterizə olunmuş qidalar. Həmçinin belə kalbasa, sasika bunlardan da təəssüf ki keçir. Kalbasalardan keçir, bəli. Yəni əgər mal ətindən, dana ətindən hazırlanmış kalbasalar varsa, xüsusilə riayət etməlisiniz. Çiğ halda yenilməməlidir və yaxud da düzgün pasterizə olunmuş, məsəl üçün kalbasa, sasika bunlardan istifadə olunmalıdır.